Bir neçə gün mən istəyirəm Ramazan ayının özü barədə, Ramazan ayının orucu barədə bir neçə gün danışaq inşallah. Sonra da mən keçən il yadımdadır ki, söz vermişdim ki, Quran haqqında danışaq. Allah qismət eləsə, inşallah qalan bəhslərdə də Quran ətrafında, Quran-ı Kərim barəsində danışarıq. Hələ bir neçə gün yavaş-yavaş bir-birimizə uyğunlaşmaq. Aydan doğru düzgün faydalana bilsək, bu ayı doğru düzgün qiymətləndirə bilsək, bu ay nəinki gələcək bir ilimizi, bəlkə gələcək illərimizdə olan müqəddəratımızı müəyyən eləyir. Yəni bu ayın əhəmiyyəti çox böyükdür. Bu ay keçmişlə əlaqəlidir, həm gələcəklə əlaqəlidir. Bu ay keçmişdə elədiyimiz səhvləri düzəltmək fürsəti var və gələcəyimizi qurub yaratmaq fürsəti var. Övliyaların ili bu ay təhvil olunur. Yeni il onlar üçün başlayır Qədr gecəsindən sonra. Yəni bizim hər şeyimiz bu ayda müəyyən olunur, təyin olunur. Hər bir şeyimiz. Maddi, mənəvi məsələlərimiz hamısı bu ayda müəyyən olunur və bu aya necə yanaşmağımızdan asılıdır bu. Hərdən bizdən bəzi məsələlərdə çox şey tələb olunmur. Bəzi məsələlər var ki, biz onlara düzgün yanaşa bilsək, çox şey əldə edərik. Məsələ bircə budur, təkcə budur. Bir çox məsələlər var ki, yanaşma gərək düz olsun. Yanaşma hər şeyi həll eləyir. Necə yanaşırıq biz məsələyə? Ramazan ayının da bir çox məsələləri bizim ona yanaşmağımızdan asılıdır. Necə yanaşırıq bu aya? O təsir qoyur ki, bu aydan nə qədər fayda götürəcək. Yanaşma özü ayın mənəviyyatı. İbadətlərinin qəbul olmasını istəyər. Ailələrdə böyüyən uşaqlar görər ki, bu ay gələndən sonra yaxşı əhval-ruhiyyə var evdə. İnsanlar bir-birinin üzünə gülür, bir-birinə mehribandır. Bu ay xoş bir aydır.
Belə bir də var, biləsən yox, xüsusi bir hadisə baş verib. Xüsusi bir hadisə. İnandırım sizi, vallah, billah, bu da Ramazan ayında mən bu minbərdən and içirəm ki, çox mühüm bir hadisədir ömrümüzdə baş verən. Hətta hər il olsa belə bu öz əhəmiyyətini itirmir. Ən mühüm hadisələrdən biridir ki, bizim həyatımızda baş verir. Bunu avtomatik, mexaniki şəkildə buna yanaşıb, gəlib getməyini belə yola salmayaq. Diqqətli yanaşaq. Yanaşmamızdan çox şey asılıdır. Və Peyğəmbərin bir hədisi barədə bir neçə gün icazə versəz danışardıq. Buyurur, likulli şeyin babun və babul ibadəti əs-savm. Buyurur, hər şeyin qapısı var. Cənnətə getmək bu ayda asanlaşır. Cənnət qapıları Peyğəmbər buyurur. Üzünüzü açıqdır, səy eləyin bağlanmasın. Cəhənnəmə getmək bu ayda çətindir. Bu ayda çox zəhmət çəkəsən gərək. Çox məqsəd qoyasan ki, mən əzaba getmək istəyirəm ki, əzaba düçar olasan. O qədər bu ayda asan deyil. İnsanın ruhiyyəsi günaha tərəf çəkmir. Çəkmir insanı günaha tərəf. Aya vur,
Heç nə eləmirəm, nəfəs alıram. Ayın axırında, Ramazan ayı çıxanda o namə əməldə hamısı təsbih yazılıb, hər nəfəs. Bunu Peyğəmbər bizə müjdə verib. Nəfəs təsbihdirsə, burada deyəcəksən, Qul huvəllahu əhəd, yazdılar, bir Quran oxudu bu. Allahus səməd, yazdılar, bir Quran oxudu bu. Ləm yəlid və ləm yulad, yazdılar, bir Quran xətm elədi. Və s. Quranın bir ayəsi bir Quranı xətm eləməyə bərabərdir. Təşviq olunur insan Quran oxumağa. Ona görə deyir, oruz ibadətin qapısıdır. Quran oxumağın qapısı oldu. Qurana təşviq elədi insanı. Namazların savabı çoxalır. Bilirsiniz, adi namazımız var, gündə zöhr, əsr, vacib, şam namazı, xiftən namazı. Bunların qiyməti başqa ayda qılınan namazlardan daha çoxdur, artıqdır Ramazan ayında. Müstəhəb namazlar da belə. Başqa əməllər. Mən zəhikə fi vəcihi əxihil mümin. Hədisdir bu. Kim mömin qardaşının üzünə ki, cənnəti qazanaq. Gör, o qədər asanlaşdırır məsələni. Buyurur ki, kim bu ayda qardaşı, mömin qardaşının üzünə, mömin deyəndə də, yəni elə bu müsəlmanlar əhatə eləyən biz insanların üzünə bir dənə təbəssüm eləyər, bütün insanın xoşbəxtliyi gəlir bu təbəssümün içində yerləşir, təhvil verilir insana Ramazan ayında. Buyurur ki, kim bu ayda bir müminin bir işini düzəldə? Bir-birimizə işimiz düşür. Yaxşıdır bir-birimizə işimiz düşmək. Ondan acıqlanmayaq. Allahın rəhmətidir ki, bunun işi ona düşür, onun işi buna düşür. Minnətdir bizim boynumuza. Minnətdir. Eləyəndən sonra da dil yaddan çıxar. Çünki sənin boynuna minnətdir. Kiminsə bir işini həll eləyə, kömək eləyə ona. Buyurur ki, Allah da qədəmlər titriyən gün, qiyamət günü siratdan keçməyinə kömək eləyir. Allahın xoşu gəlir ki, bir adam təşviqlə düzəlsin, qorxutmaqla yox. Adamlar var ki, gərək 100 dəfə barmaq sirkələyəsən, cəhənnəmin ayəsindən danışasan, bu dura bir iş görə. Ya biraz günahdan çəkinə. Bu zəif adamlar.
Allah, təşviqlə. Biz insanıq. Biz başa düşək ki, bu yaxşı işdir, buna bu qədər faydası var. Təşviqlə eləyək. Vacib deyil ki, əzabdan danışılsın. Bəs niyə Allah əzabdan danışır, cəhənnəmdən danışır Quranda? Ona görə ki, məst adam görmüsünüz, ürəyə gedib, üzünə vururlar, özünə gəlir ki, su versinlər ona. O cəhənnəmdən danışmağı ona oxşayır ki, o qəflət yuxusundan bizi oyatsın. Yoxsa məqsəd cəhənnəm deyil. Cəhənnəm əsas mövzusu deyil yaradılışın. Əsas mövzu təşviqdir. Gəlin, girin cənnət bağları arasında gəzin, yaxşısından yaxşısını seçin. Bundan çox bu əməl var, ondan çox o əməl var. İnsan gəlib cənnət bağlarında seyr eləsin. Nəinki cənnətlə cəhənnəm arasında seçim eləsin. İnsanın son seçimi cənnətlə cəhənnəm arasında olan seçim deyil. İnsanın son seçimi cənnətin dərəcələri arasında olan seçimdir. İnsan belə bir ali varlıqdır. Sadəcə cəhənnəm söhbəti niyə gəlir ortaya? Yoxsa heç Allah cəhənnəmdən danışmazdı. Cəhənnəm sirkələsin, ayrılsın bizi, sonra cənnətin nemətlərini qabağımıza töksün, dedilsin, indi seç. Bu seçmək üçündür, bu oyatmaq üçündür. Seç bunların arasında. Ramazan ayında görürsən ki, əzabdan az danışır. Hər şey savabdır, ancaq təşviq eləyir. Çünki bu ayda insanın qiyməti çoxalır, insan əzizdir Allahın yanında. Əziz bir varlığı odla dəqiqədə qorxuzmazlar. Bir sual yaranır, onu cavablandırmayacam. Gələcəkdə fürsət olsa deyərəm, yəqin beyninizdə bu sual yaranır ki, bəs necə olurdu övliyalar cəhənnəmdən qorxurdu? Əleyhissalamın yanında cəhənnəmin adını çəkirdin, qorxurdu. Peyğəmbərin yanında, xanım Fatimə Zəhranın yanında. Necə olur? O müfəssəl söz gəlsə, söz bu mövzu ilə əlaqəli olsa, bir gün inşallah o barədə bilmirəm, qismət olsa onun sənə aidiyyatı yoxdur. Bu deyir, hökmən mən qazanxanaya gedib orada qalacam. Cəhənnəmə getmək buna bənzəyir. Cəhənnəmi insan üçün yaratmayıblar ki, bunu da seçim eləsinlər. Bu necə Allah olardı ki, məsələn, zəhərlə bir xoş ətirli içkini insanın qabağına qoysun, desin, zəhəri seçirsən ya bunu. Bu bəndəyə qarşı hörmətsizlik olardı və Allah bəndəsindən belə davranmır. Allah insanı yaxşılar arasında seçmək üçün yaradıb və bunu Ramazan ayında adam hiss eləyir. Ramazan ayında çox hörmətlə danışır Allah bizlərlə. Ya eyyuhəl-ləzinə amenu. Bir alim deyirdi ki, bu müraciət orucun çətinliyini unutturur mənə. Ya eyyuhəl-ləzinə amenu. Ey iman gətirənlər, ayə belə başlanır, oruc ayəsi. Ey iman gətirənlər, bu bilirsiniz nəyə oxşayır? Elə bil ki, deyəsən, ata oğluna deyir ki, övladım, oğlum, nə vaziş eləyir? Ya eyyuhəl-ləzinə amenu. Dalıca buyurur, kutibə aleykumus siyam. Oruç sizə vacib edildi. Bir alimdən eşitmişdim ya, kitabında görmüşdüm, deyir, elə bir uşağa aparırsan peyvənd vurmağa. Əvvəl deyirsən, oğlum gedək, oğlum deyə müraciət edirsən, kutibə aleykumus siyam, oruç sizə vacib edildi, bu sənə lazımdır. Ondan sonra buyurur, kəma kutibə aləl-ləzinə min qablikum, sizdən əvvəlkilərə vacib elədiyim kimi. Yəni, uşağı bir şeyə təşviq eləmək üçün bilmir, elə bilir ziyanlıdır, deyirsən ki, görsən, o bir uşaqları da bu peyvənddən vururlar. Kəma kutibə aləl-ləzinə min qablikum.
sən çox rəhimlisən, çox keçirsən mənim üçün, bağışlayırsan. Mən də rəhmətüvə söykənib eləmişəm, nəinki səni kiçik tutmuşam. Buyurur ki, Allah sual verəcək, cavabını da özü salacaq yadına. Vəl həsənatu fi şəhri Ramazan məqbulə. Gözəl hədis sözlərdən biri də budur. Az əməl var ki, qəbul olunur. Həzrəti Əli əleyhissalam buyurur ki, insanlar baxsaydı, pərdə açılsaydı, görsəydilər nə qədər əməlləri geri qayıdır, dala qayıdır, qəbul olunmur. Bir-birinə deyərdilər ki, də əməl eləməyək. Yəni, sənatu fi şəhri Ramazan məqbulə və səyyiatu fihi məğfurə. Bu ayda pisliklərin hamısı bağışlanır. Görə belə Subhanallah deyirsiniz dayanmadan. Olmaya bir ayə nazil olub, olmaya Quranın bir ayəsi nazil olub. Peyğəmbər bir bu cümləni dedi ki, bunu deyib sözümü yekunlaşdırıram. Buyurdu, yəğfiru fi əvvəli Ramazan likulli əhli hazihil qiblə. Bu ayın birinci günü gələn kimi hələ heç eləməmişik, indi girir. Hələ neçə saatda oruç tutmuşuq. Ayın hilalı doğan kimi, kələsini eləməmişik, buyurur Allah bütün qiblə əhlini bağışlayır. Bütün qiblə əhlini. Bu ayın birinci günü daxil olan kimi. Hətta qibliyə namaz qılan demir, bəlkə də heç namaz qılmayanı da. Amma indi sabah gəlir, oruç tutmayacaq, təzdən günah yazacaq o heç. Namaz qılmayacaq, günah yazılacaq heç. Amma ayın hilalı doğan kimi Allah hamını bağışladı. Demir axırda Qədir gecəsində bir ay oruç tutandan sonra ayın hörmətinə bax. Ayda gör nə qədər rəhmət və bərəkət var ki, bu ayda ay daxil olan kimi biz arxayın otura bilərik bugün burada ki, Allah bizi artıq bağışlayır. Bağışlayacaq yox, indi bağışlayır. Çalışaq ki, bu əməli qoruyaq, bu bağışlanma halını qoruyaq. Birinci günündən Allah hamını bağışlayır. Bir də dedi, hətta münafiqləri də elə bil Peyğəmbərə sataşmaq istəyirdi. Dedi, yox, münafiqlər ayrı. Eləyirik, birimiz səcdə eləyirik, birimiz heç nə eləmirik, yatmışıq, yuxumuz da ibadətdir, nəfəsimiz də təsbihdir. İmam Zamanın da arzusu budur ki, biz belə olaq. İmam Zamanın da sevinci, kədəri bunadır. Övliyaların sevinci, kədəri bundadır. Əli əleyhissalamdan mən hədisdə görmüşdüm, mənbəsi kitab yadımdan çıxıb, mən bunu harada oxumuşdum. Buyurur ki, kaş biləydik ki, hardan biz düşüb
Da necə olursa olsun namı əməlimizə nəsə yazılır. Hər an nəsə yazılır. Hər an biz ibadət halındayıq. Çünki oruc halındayıq. Münafiq deyil deyək. Bəlkə münafiq. Çünki bizim ürəyimizdə Həzrəti Əli əleyhissalamın məhəbbəti var. Hədisdə var ki, kimin ürəyində Əlinin məhəbbəti varsa o münafiqdir. O nifaq əhli ola bilməz. Münafiq o adamdır ki, ürəyə qarşı məhəbbət olmuyor. Əlinin məhəbbəti imanın meyarıdır. Yəni, əgər biz də az da olsa ürəyimizdə imandan bir pay varsa, Allah bugün bizi bağışladı. Buna əmin olmalıyıq ki, Allah bizi inşallah bağışladı və bu bağışlamağı qoruyub saxlamalıyıq. Ona görə də keçən illərin birində mən bu barədə danışdım. Peyğəmbər ətraflı danışandan sonra Ramazan ayı haqqında, Ramazan ayının fəzilətləri haqqında Əli əleyhissalam ayağa durdu. Dedi, ya Resulallah, ma əfsəlul ə'mal fi hazəş şəhər. Bu ayın ən üstün əməli hansıdır? Peyğəmbər buyurdu, əl-vərə'u an məharimillah. Allahın haramlarından çəkinməkdir. Vərə sözünü izah eləmişdir, yadızdadırsa. Vərə təqvadan üstün mərtəbədir. Təqva günahdan çəkinməkdirsə, günahdan çəkinməkdirsə, vərə günahdan qaçmaqdır. Günah ehtimalından qaçmaqdır. Allah nəsib eləsə davam elətdirərik. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Allah Ramazan ayının hər saatının, hər gününün, hər gecəsinin feyzindən bizi binəsib eləmə. Xəstələrimizə şifa mərhəmət elə. Ölənlərimizə rəhmət elə. Allah bizi bu ayın bağışlananlarından qərar ver. Allah bu orucluğu bizə axır orucluq qərar vermə. Ömrümüzü